Astanovkadan çıxdım. Düz Quruqun ortasında kamera görüntülərində var. Quruqda ortada dedi, saxlayın burada. Deyəm, ay xanım, elə iminlə burada saxlayın. Sizin bəs Astanovkada saxlamışdım da düşərdiniz. Yox, elə burada saxla düşün. İcazə vermirlər, maşının içində kameralar var. Arxada qay var. Olmaz bizə saxlamaq, icazəmiz yoxdur. Dedi, yox, saxlanın, düşməliyəm. Başladı arxa qapını təpikləməyə, yumruqlamağa. Ona kameralar var, çəkiliş gedir maşının içində, olmaz. Bizim icazəmiz yoxdur, Astanovkadan kənar saxlamağa. Gəldi, yaxamızdan dartdı, cırdı, qoydu, böyle işte. Saxlayın, qadın xeyli ağırdı, pasajirdi, mən ona nə deyə biləm. Tez-tez iclaslar olur, bildirilir də ki, olmaz, pasajir nəsə desə də cavab qaytarmayın, ona əl qol atmayın. Bölümdə Rusuna vardı, tutdum Rusberdən, dedim, ay Allah, özün mənə səbir ver, özün mənə səbir ver. Həmin qadın aqibəti necədir, sizə xoş gəldiniz mi? Xeyr, insandır da, bəlkə ilisi olub, nervinli olub, biz ondan nə şikayət edirik. Şükür Allahın bildiyinə ki, qəza olmadı, hər şey öz qaydasında etdi də. Buradan həmin digər avtobus sürücüləri nə demək istəyirsiniz? Səbir eləsinlər, ancaq səbir. Qurban Allah'a yenə Allah Teala özü səbir versin.